Herkes salamlayıram mənim yeni vlogumda və vlogumu belə bir sumkaların yerbəyer etməyindən başlayıram. Bu kənddən gəldiyimiz sabahsı gündür. Sumkalar hamısı qalmışdı burada. İndi isə bunların içindəki paltarlarımızı, əşyalarımızı çıxardıram, yerbəyer edirəm. Əslində dünənləri biz vaxtında gəlmişdik, çox vaxtımız da qalmışdı, amma sizin üçün video qoyandan sonra kənddə necə istirahət eləmişəm. Biraz da bəzi işlərimi görəndən sonra o qədər vaxtım da qalmadı, həvəsim də, ona görə hamısını sabaha saxladım. Bu isə mətbəxdir. Mətbəxdə dünəndən qalan bir şeylər də var. Səhər yeməyimizi yeyəndən sonra qalan şeylər də var. İndi hamısını istəyirəm bir-bir yığışdırım. Emil həmişəki kimi oturub burada biraz televizora baxır. Çünki kənddə televizor yox idi. Çox darıxmışdı televizor üçün. O televizora baxarkən biz də hamımız başladıq evləri yığışdırmağa. Mən demişdim ki, sizə indi qrafik eləmişəm və hərəsi öz işini bilir, gündəlik işini. Amma bugün fikirləşdim ki, bir həftə idi ki, evdə yox idim. Hər yer tozlanmışdı, batmışdı və istədim ki, birinci özüm qəşəng-qəşəng buraları yığışdırım ki, uşaqlar da gündəlik öz işləri ilə bu təmizliyi saxlayıb qorusunlar. Əslində lap da dərindən yığışdırmaq fikrim yoxdur, çünki dərindən rayona getməmiş hər şeyi yığışdırmışdım. Sadəcə olaraq gündəlik işləri bir həftədir ki, hər gün görülməyib deyənə bunlar qalıb. Biz hamımız getmişdik, amma Albina qalmışdı evdə, çünki dərsləri başlamışdı, ona görə evdə olmuşdu. Bəlkə də evdə heç kəs olmasaydı daha təmiz qalardı, amma Albina bacımın qızı ilə qalmışdılar evdə, ona görə evdə adam olduğundan biraz çirklənib. Bəzi şkaflar var ki, hansılar ki çoxdan silinməyib. Hal-hazırda mənə Albina köməklik edir ki, bu şkafdakı çaşkaları çıxardıb buranı silsin. Gündəlik işləndən bir yerdə deyənəm, burada nəsə biraz çoxlu toz yığılıb. Burada kofe də eləyirik, ona görə kofe dənələri də düşüb. İndi bunları hamısını plisosla götürürəm mən. Albina isə davam edir silməyə. Silib sadəcə olaraq yenə də içindəki belə 1 manatlıqdan almışdım. Bunu süfrə kimi bir şeydir, onu qoyur və davam edir çaşkaları ora qoymağa. Mən isə paralel olaraq kənddən gələn, keçən dəfədən qalan fındıqları açıram. Yaşıl fındıqları qabıqla gəlmişdi, onları açıb qoyuram. Və yenə də Albina mənim üçün paltarları da yumağa köməklik göstərir. Albina paltarları yuyarkən mən isə rakavinanı yaxşı-yaxşı domestasına yuyuram. Əslində mən bugün səhər salona gedib gəlmişəm və əynimdəki paltarları da belə ev paltarına dəyişmədən iş görürəm. Çünki 1 saatımız var. 1 saatdan sonra uşaqlara söz vermişdim ki, onları multika aparacağım. Bugün Smüşariklərin multiki var. Kinoteatrda ora aparacağım onları. Ona görə də bu 1 saat ərzində istəyirəm çox bir iş görüm ki, bilirəm ki, hər şeyi çatdırmayacağım. Bəzi işlərimi də gələndən sonra görəcəm. Amma mümkün qədər bu 1 saat içində çox iş görmək istəyirəm. Ona görə də dediyim kimi paltarımı da dəyişməyib, sadəcə önlükümü geyinib davam edirəm işlərimə. Çayıniki də yuyacağım indi və təzə bir çay dəmləyəcəm. Əslində bu çaynikin elə bir rəngi var ki, heç çirklənəndə də görünmür, amma yuyanda yenə də bilinir ki, təmizdir. Ona görə əlbəttə ki, yuyuram. İndi də istəyirəm bunu yuyum və təzə bir çay dəmləyim. Bir çay fasiləsi də edək. Və bununla demək olar ki, mətbəxdəki bütün işlərimi bitirdim. Sadəcə olaraq mətbəxin şkafların qapıları qalıb və onu bugün etməyəcəm. Onu isə saxlayıram gələn dəfəyə. Çünki bugün yoxsa da çox iş gördüm. İndi isə istəyirəm bu qab qoyan yerimi də düzəldim. Beləliklə baxın nə gözəl təmizlik alındı. Qaldı bir dənə balkondakı paltarları yumaq. Onda lap tərtəmiz olacaq hər yer. Hələ vaxtımız qalıb kinoya getmək üçün. Ona görə də biraz bu ayaqqabı şkafının içini nəm salfetkalarla tez-tez silirəm. Həm də qapısını, ayaqqabıları bura qoyanda uşaqlar çox vaxtı qapıya da deyir və qapı qaralır. Sonra isə gedirəm yuduğumuz paltarları sərməyə. Böyük paltarları mən sərirəm, çünki balkonun o tərəfindən sərirəm. Albinaya icazə vermirəm hələ ki bunu etməyə. Amma balaca paltarları hansını ki evdə dəmirin üstündə suşulkada qurutduqlarımızı Albinada sərir. İndi isə mən bunları hamısını belə sərəcəm, çünki bu prostinlərdə, patlıcanlıqlarda o qədər böyükdür ki, o dəmirin üstündə mümkün deyil. Amma qışda çox vaxtı düzün desəm onun üstündə edirəm. Çünki bizim bu tərəf o qədər küləklidir ki, burada nəsə asmaq mümkün deyil. Artıq gördüyünüz kimi biz metrodayıq. Kino isə Gənclik Moldadır. Ona görə də gedib ora çatırıq. Uşaqlar çox maraqla baxdılar. Multika çox xoşlarına gəldilər. Bu isə biz kinodan sonra getmişdik Emilin istəyi ilə ayaq yoluna və burada da biraz özümüzü çəkdik. Və
Kino dediyim kimi çox yaxşı, uşaqların əhval-ruhiyyəsi çox yaxşı idi. Hərdən belə bir gəzintilər etmək lazımdır ki, uşaqlar da sevinsin, uşaqların da biraz həyatına rəng qatmış olaraq, çünki indiki uşaqlar çox vaxtı ancaq evdə otururlar. Biraz istədim ki, molda çəkim sizin üçün və burada bir qəşəng bir qab mağazinini gördük, orada baş çəkdik. Для соли, оказывается. Можно мне такую чашку для кофе? Я, кстати говоря, хотела себе чашку для кофе. Один пролив. Чтобы в кофемашину помещался, мне нужна. Чуть ли не заливаю. Почему такие? Она слишком маленькая, мне кажется. Bu balaca çaşkanın qiyməti 8 manat idi və buna oxşar çaşkalar yadınızdaca Şamaxıya gedəndə almışdım. Onların qıraqları biraz dəyən kimi qopur, ona görə məncə dəyməz bu çaşkaya 8 manat vermək. Это в сервис 93. Я вот такой стакан хотел дома. 21 manat. Желтый. Да. Чай, это что, термос или да? Это термос. Он 90 ман стоит. Нет, не трогай, ломается. Все, пошли. Bu isə artıq biz qayıdırıq, metro ilə yenə də qayıdırıq. Emil biraz yorulub, amma yenə də oturmuş gəlmişik. Burada isə metrodan çıxmışıq, Həzi Aslanavdayıq. Emil oturmaq istəyib və biz hamımız gözləyirik ki, Emil nə vaxt durmaq istəyəcək, durub gedək. Evə gələrkən mağazinə girdik. Bu mağazin həmin o mağazindir ki, həmişə hardan mən paraşoklar alıram, salfetkalar alıram. İstədim sizə də göstərim buradakı qiymətləri. Qiymətlər çox münasibdir burada və həmişə buradan alıram. Axırıncı yəqin bir ildir ki, ancaq buradan alıram hər şeyi. İstədiyimi tapıram və qiyməti də məni qane edir. Bu dəfə də buradan aldıq bu sarı əskilərdən. Tualet kağızını aldıq və nə aldıqlarımızı hamısını evdə bir-bir göstərəcəm. Sonra isə biz girdik bizim yaxınımızda olan Walmart'a və buradan da bəzi ərzaqları uşaqlarla birlikdə almaq istəyirəm. Игра «Кто сможет опозориться больше». Идем теперь дальше. Лохи на минималках. А здесь матчасти. Это мы не пробовали. Давай не Потом. лучше вот эти. О, попробуй по скидке, да, Милка? 0,75. Давай Сколько? Милку. Бери какой-то. Я Милку возьму. Не Милку давай в этот раз. Да? А ты Милку Да, да. пробовала? Милка мне не очень понравилась. Она без меня пробовала. Тогда по Милку. себе Давай возьми. не сюда дальше. Все, я не По себе возьми. Я не хочу. Ладно, берем вот эти два. Окей. Хватит, не нагреется. Дубайский шоколад. Все. Почему по два я сорежу? Ладно, третий берем вот отсюда и вот отсюда берем. Мы еще вот эти не пробовали, мы их тоже будем пробовать. Двигаемся дальше. О, матч, надо тоже поснимать. Я обязательно. Берегись. Это не я. Это он. Это мне так тормозит. Мам, добавишь? Эй, 2 штуки кто тебе разрешал? А он сам тебе разрешил. Один на Не, не, место положи. это ребенок. Это ребенок. Его. Молчи. Ты можешь себе тоже взять. Я не буду. А я рыжая. Я больше не рыжая. Куда пройдешь? Че, какао? Оно еще достало. Жалко, что ты не на русском снимаешь. Можно было все это оставить. И такие просмотры набрало. Малыш, это не попал.
Как вам? Чокопау. Нет, это не очень чокопау. Отлично. Это как это? Откопала. Сколько стоит? Это этот, ириски. Я не могу смотреть. От смеха если не можешь, тогда ж какашки сможешь. Я чувствую, что ты Я все это, мам, снимаю. Сек тофи. карамель, тофи. Я беру, пожалуйста, не надо. Они вкусные всегда, когда я беру, вам всегда нравилось. А теперь я чешкастый беру, да? Как он такой? Прекрасно, думаю, достаточно. Все, пошли. Şirniyyatlar alandan sonra toyuq oddelına gəldim və gördüm ki, toyuq yoxdur, ancaq toyuğun ayaqları qalıb, onu da bizdə o qədər xoşlamırlar. 3 gündür ki, bundan sonra toyuq axtarım qızlar, toyuq yoxdur. Demişdilər ki, birinci gün gələcək. İndi inşallah birinci gün gedəcəm, baxım ki, gəlibmi. Sonra isə həmişəki kimi gəldi ki, kəsmiklərdən də biraz seçim edək, kəsmiyi də alaq, süd alaq. Bunları hamısını aldıq və getdik kassaya. Надо будет сохранить, потом показать ему. Жаль, ты не сняла такой вот загребать. Мама нам до сих пор не верит. Я даже не знал, что делать. Я так удивился, что все это огромный кот. Он не бросает его другого. Что я встречу делать? Nəhayət ki, gəldik və mən göstərmək istəyirəm ki, 89 manat 59 qəpik buna xərcimiz çıxdı və bu boyda uzun çek. İndi isə göstərmək istəyirəm ki, nələr almışam. Çay, beta çay, 2 dənə belə biskolata, ketçup bizim süfrə, Maheyevin pendir sousu, yağ, belə şokoladlar aldım 90 qəpiklik bundan. 2 manat 25 qəpiklik bundan. 2 manat 88 qəpiklik bundan. Və beləsində 1 manat 21 qəpik. Bu konfetlərdən aldım. Hər dəfə bunlarını alıram. Bir dənə deməli süd milla, bir dənə milla qatıq qaymaqlı 6%. Sonra 3 dənə belə kofe. Uşaqlar hər dəfə yeni bunların deməli növlərini dadırlar. Bu karamellidir 3 dənə. Və bu nədir? Bir dənə də belə cappuccino. 3 dənə də belə cappuccino. 3 dənə də belə cappuccino Dubai şokoladdadır. Bir dənə Snickers. Sonra həmişəki kimi Emil Haribo alıb özünə. Mən isə 4 manat 61 qəpiklik mango konfetlərini aldım. Sonra bir dənə belə arahis aldım. 2 manat 66 qəpik. Sonra Savuşkin tvarog aldım. Bu zirnistiydi, biraz dəmlidir. Bundan aldım. 2 dənə Milla adi tvarog aldım. Diyetik yazılıb 3%. Bu isə 1%'dır. Və bir dənə də belə şirin kəsmi aldım. 0% yazılıb. Çiyələkli. Bu da Doktor Milk. Sonra aldım düyü. Bu nə düyüsüdür? Besta. Basmati.
Sonra Nesquik özü için götürüp Emil. Не, просто показываю, куда. Показываешь, покажи. Да. Это очень вкусный орех. Ben de aldım 1 manat 4 qəpiklik. Bulgur aldım 1 manat 94 qəpiklik. Sonra 15 tane yumurta, kələm, pomidor. Смотришь это? Сейчас pomidor. Подожди, пожалуйста. Alma 2 manat 57 qəpiklik. Kilosu 3 manat 55 qəpikdir. Открой. Sonra pomidor, Открой для тебя. pomidor, Oo. xiyar. Лук. Pomidor, xiyar. Beləliklə bu qədər. Bugünə ərzaq aldım. Dediyim kimi gələndən sonra da işlərim qalmışdı və başlayıram gülləri sulamaqdan. Güllərimi suluyuram və keçirəm o biri işlərimə. Aldığımız kofedən bir dənə də kofe özümə düzəltdim. Çox dadlıydı. Əslində mən daha çox öydülmüş kofe xoşlayıram, amma çox nadir hallarda bunlardan da içirəm. Plisoslayıb qutarmışam evləri, indi də silirəm. Tez aldığım bu şvabra ilə silirəm. Rahatdır, əlimizi batırmırıq, sadəcə olaraq suya salırsan, sonra özü də sıxır və başlayırıq silməyə. Əskisi də yaxşıdır. Hər yeri yığışdırıb qutardım, bircə hamam qalıb. Hamamın da indi bu polkalarını yığışdıracağım və sonra domestosla rakovinanı, unitazı və yeri də yuyacağım. Buradan da bəzi kosmetik əşyalarımı kəndə aparmışdım. Çünki bir həftə orada oldum deyənə. 1-2 günlük gedəndə çox az aparıram vacib bir şeylərimi. Amma bir həftə olduğuma görə çox bir şeylər aparmışdım. İndi onların da yarısını gətirdiklərimi belə deyim də tezdən yerinə qoymalıyam. Rakovinanın içinə baxmayın, çox çirklidir. Çünki bugün saçıma kraska qoymuşam və o kraskadan tökülüb rakovinayda, ona görə rəngi belədir. İndi isə yerinə qoymaq istəyirəm bu diskləri və bu balaca kosmetiçkamda, daha doğrusu böyük kosmetiçkamda olan əşyalarda yerbəyer etmək istəyirəm. Kosmetiçkamı hələ boşaltmıram, çünki bəlkə yenə də rayona gedəcəm, lazım olacaq. İndi isə rakovinan qıraqda olan bütün əşyaları götürürəm və rakovinanı domestosla yuyacağım və rakovinan qırağında olan bu mərməri, çünki hamısı saralmışdı. İndi istəyirəm ki, tezdən onlar öz yenilənmiş tezə rəngini, zavatskoy belə deyim, rəngini alsınlar. Mən hamamı xoşlayıram ki, hər gün əl gəzdirim, hər gün yuyum. Harda gördüm ki, saralıyıb, nəsə eləyib, oranı tez yum gündəlik ki, çox qaralmasın, saralmasın. Amma bir həftə dediyim kimi evdə olmadığım üçün çox pis saralmışdı hər tərəf. Ona görə də bu dəfə biraz işim çox oldu. Amma yenə də tez üstünə düşəndə yenə də tezə qalır. Amma çox belə deyim də baxmayıb, baxımsız qalanda artıq elə ləkələr əmələ gələ bilər ki, hansılar ki, sonradan ya çox əziyyətlə çıxacaq, ya da heç çıxarda bilməyəcək. Və bu birincisi mən də çoxdan da silməmişdim. İndi istədim ki, oranda biraz əl gəzdirib, həmişə çox istifadə etdiyimiz bu 2 dənə balaca latoku təmizləyib qoyum. Və sonunda da yeri silirəm. Yeri əvvəl duşla biraz sulayıram, sonra isə şotka ilə silirəm və sonunda isə skribokla, hansı ki rezinli belə ağzı olan, rus dilində buna skribok deyirlər, heç bilmirəm bunun adı Azərbaycan dilində nədirsə, onunla başlayıram suyu tam yerdən götürməyə və üstündən də şvabranla silirəm. Evləri yığışdırandan sonra indi isə aldıqlarımı yerbəyer etmək istəyirəm. Konfetləri bu qaba qoymaq istəyirəm qoxna üçün və bir dənə də qaba qoyacağım qonaq otağına qoymaq üçün. Bütün konfetlərdən qoyuram biraz ki, uşaqlar hansını istəyir onu da götürüb çayla içə bilsinlər. Və qalan quru ərzaqları qoyuram belə konteynerlərə və şkafa. Lazım olanda bu ərzaqlardan götürüb istifadə etmək olsun deyənə. Mənim bu qablarım həmişə dolu olur. Əgər gördüm ki, hansısa qabda
Məsəl üçün bura qoyuram düyü boşalıbsa tez gedib onu alıram ki, onda bilirəm ki, evdə bu var. Qəndi bizdə heç kim sevmir, ona görə bu kağızda olan qəndi alıram ki, birdən qonaqlardan kimsə qənd sevirsə, elə olur arada və məndə qənd tapılmır. Ona görə alıb qoyuram ki, həmin arada qənd də məndə olsun. Meyvələri yudum qoydum və yağı da bu butulkaya töküb qoyuram ki, istifadə üçün rahat olsun. Artıq çox gecdir və axşam yeməyi vaxtıdır. Mən isə bu günə heç nə çatdırmamışam deyənə bişirməyə. Fikirləşdim ki, belə bir qayğanaq bişirim. Bilmirəm siz bunu sınamısınızmı? Amma mən çox xoşlayıram. İçinə kəsmi atıram. 3 dənə yumurta hal-hazırda mən 3 dənə götürdüm, amma sizə çox lazımdırsa həm kəsmi çox götürə bilərsiniz, həm yumurta. Mən yarım paçka kəsmi götürdüm və 3 dənə yumurta. İçinə duz istiyot da atıram və bişirirəm. Və bugünə ən əsası unutdum sizə aldıqlarımı göstərim. Burada nə aldım? Tualet kağızı aldım. Belə bir şampun aldım çünki Faberlikdən aldıqlarımız hamısı bitmişdi. Əslində Elsef mənim ən xoşuma gələn şampunlardan biri idi. Amma çoxdan da almıram çünki buralarda o qədər xoşlanmırdım. Onun keyfiyyətini indi yenə də sınayacağım. Belə bir 72% sabun aldım. Bir də belə kapsullar həmişəki kimi. Çox xoşuma gəlir bu kapsullar. Bir də belə bir ağcı qanad üçün aparat. Artıq növbəti gündür qızlar və mənlə Albina gedirik kitab mağazininə, kitab dəftər mağazininə və istəyirik oradan məktəb üçün dəftərlər alaq və Albina ilə düşdük yola. Yanımızdakı bir mağazin var, ora baş tutduq və buradan bəzi şeylər aldıq. Belə bir gözəl dəftərlər var idi və qiyməti 2 manat neçəsə qəpiyə idi. Çox yaxşı qiymətə idi bu dəftərlər üçün. Çünki sonra hansısa başqa bir yerdə baxdıq, qiyməti, logində baxdıq və qiyməti 9 manat idi. Eyni bir şey idi, amma qiyməti tam başqa idi. Amma burada çox münasibdir, cəmi 2 manat neçəsə qəpik. Və mən eyni bu dəftərdən birini Oyaldan da almışdım. Orada da qiyməti 2 manat neçəsə qəpiyə idi və bu iki mağazində çox əlverişli qiymətləri var. Beləliklə bütün burada olan bu dəftərlərin üzünə baxmaq istəyirdi Albina, ona görə də bunları bir-bir çıxartdım ki, baxaq. Sonra Albina belə prujinkalarda, spiralda olan dəftərlərdən axtarırdı. Çox axtardı və logində tapdıq bunlardan. Kamil üçün isə adi dəftərlərdən aldım. Spiral olmayan, çünki spiral olan dəftərlər o qədər yaxşı deyil, onların vərəkləri cırılır, amma Albina hələ onun üçün istəyir ki, istəyəndə vərəyini cırsın, çünki 11-ci sinifdir, ona bu lazımdır, amma Kamil isə 8-ci sinifə gedir, onun üçün isə adi dəftərlər alıram ki, daha rahat olsun və kağızları cırılmasın, vərəkləri cırılmasın. Beləliklə hərəsinə bir 10-10 dəftər aldıq, gəldik. Çox alıb qoymuram, çünki il ərzində Albina ümumiyyətlə bizdə çox xoşlayır ki, belə kanselyariya mağazinlərinə girsin və oradan özü üçün təzə nələrsə axtarsın. Ərdən elə olur ki, ilin əvvəlində nəsə alırıq və hər şey qalır, çünki Albina il boyu nəsə axtarır, təzə bir şeylər istəyir, o hər dəfə mağazinə gedib baxıb gəlir, amma orada belə bir şey gördüm, olarmı alım? Mən də deyirəm olar, çünki bu belə bir şeydir ki, oxumağına görə istəyir deyə heç vaxt yox deyə bilmirəm. Ona görə də çox almıram. Əvvəlki kimi deyil ki, bizim vaxtımızda yadımdadır. Gedirdik harasa 8 bazara, nə bilim xalqlara, uzaqlara ki, dəftər alaq. Çünki yanımızda olmurdu mağazinlər və onda çox alıb qoyurduq ki, evdə olsun, lazım gələndə tez ala bilmirdi. Amma indi Allaha şükür ki, hər bir addımda belə mağazinlər doludur. Dəftər bitən kimi uşaq özü də oradan keçib məktəbə gedəndə alıb gedə bilir. Ona görə çox almadım. Ən əsas istədiyi bir şeylərdən lazım olduğu bir şeylər aldım və bununla da bizim bu mağazinə getməyimiz də bitdi. Məktəb qabağı mağazinə getməyimiz demək olar ki, bundan başa çatdı və bu son kadrları sizə Bravo mağazindən göstərirəm. Orada baş çəkdik və orada olan məhsulları sizə göstərirəm. Sizə isə hər birinizə təşəkkürümü bildirirəm ki, sonacan məni izlədiniz. Abunə olmağı unutmayın, like qoymağı unutmayın ki, gələn mənim videolarımı qaçırmayasınız.